İnsanlarımızın siyasi fikirlərinə görə, hər hansısa bir yazısına görə və yaxud da ki, jurnalist fəaliyyətinə görə və yaxud da ki, vətəndaş cəmiyyətindəki aktivliyinə görə həbs olunması bu təbii ki, ilk hal deyil. Zaman-zaman Azərbaycan iqtidarı bu maşını, həbs maşınını işə salıb və kütləvi həbslər olub, seyrək həbslər olub, hissə-hissə həbslər olub, bunu necə istəyirsinizsə adlandıra bilərik. Amma bu məsələnin həlli isə həmişə böyük problem olur və sonda zərər də dövlətə dəyir. Çünki siyasi əsaslarla insanlar həbs olunursa, məsələ Avropa məhkəməsinə kimi gedib çıxır və ondan sonra Azərbaycan dövləti səhvən X, Y olan şəxsləri məsələn həbs etdiyini boynuna alır və təzminat ödəyir. Bu təzminat da hardan çıxır? Dövlət büdcəsindən. Siz niyə bu qədər qərəzli qərarlar qəbul edirsiniz ki, bu qədər qeyri-obyektiv, bu qədər qeyri-qanuni